Salam hörmətli izləyicilər, Azi Xəbərin illik yekun xəbər buraxılışı ilə qarşınızdayıq. Bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2025-ci ildə baş vermiş ən mühüm xəbərləri sizinlə bölüşəcəyik. Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 100 adı verilib. Adınsu 100 adlanan quyu barədə sertifikatı Balaxanı Operating Company Ltd-nin prezidenti Rövşən Rzayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizova təqdim edib. Danışır sənaye silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balaxanı Operating Company Ltd-nin prezidenti Rövşən Rzayev neft sənayesinin dayanıqlı gələcəyi, istiqamətimiz haradır mövzusunda fikirlərini bölüşüb. Universitetin rektoru Dosent Rüfət Əzizov isə diqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. Tədbir çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb. Daha sonra universitetin rektoru Balaxanı Operating Company Ltd-nin prezidenti Rövşən Rzayevə Adınsu'nun 100 illik yubiley medalını təqdim edib. Sonra qonaqlar Kitabxana İnformasiya Mərkəzi və Tarix Muzeyində olub. Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və şəhidlər üçün ucaldılmış abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Martın 4-də ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Naziri Sayasat Nurbek, Elm və Təhsil Naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər. Dəyirmi masa çərçivəsində təşkil edilən Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması mövzusunda panel müzakirəsində əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif mövzularda fikir mübadiləsi aparılıb. Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş dəyirmi masa çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Qazaxıstanın 7 aparıcı ali təhsil müəssisəsi arasında anlaşma memorandumları imzalanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2025-ci ilin AD Scientific Index reytinqində dünyanın 24653 universiteti arasında Azərbaycan üzrə 2-ci, Asiya üzrə 2361-ci və dünya üzrə 5558-ci yerdə qərarlaşıb. Universitetin AD Scientific Index sıralamasında yüksək yer tutmasında universitetin elmi göstəriciləri əsas rol oynayıb. AD Scientific Index elmi jurnallar və universitetlər üzrə qiymətləndirmələr aparmaqla yanaşı, alimlərin elmi fəaliyyətini və məhsuldarlığını təhlil edən reytinq və analiz sistemidir. Qeyd edək ki, 2020-2025-ci illər ərzində elmimetrik bazalara daxil olan Scopus və VOS kimi jurnallarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin adından çap olunan və istinad edilən məqalələrin sayında ciddi artım var. Belə ki, 2020-ci ildən bugünə kimi Web of Science və Scopus bazalarına daxil olmuş jurnallarda çap olunan məqalələrin və istinadların sayında 2 dəfədən çox artım müşahidə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti həmçinin ötən il dünyanın nüfuzlu reytinq agentliyi olan Times Higher Education World University Rankings 2025-ə daxil olub. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2025-ci il üzrə Times Higher Education Dünya Universitetləri reytinqində 1501-ci yerdə qərarlaşmışdı. Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illik yubileyi münasibəti ilə Macro Frontiers 2025 makromolekullu birləşmələr üzrə 3-cü beynəlxalq elmi konferans keçirilib. Açılış mərasimindən əvvəl universitetin rektoru Dosent Rüfət Əzizov, universitetin əməkdaşları və xarici qonaqlar fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül
gül dəstələri düzüblər. Açılış mərasimində çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən bəhs edərək iştirakçıları salamlayıb. O qeyd edib ki, universitetin 105 illik yubileyi çərçivəsində belə yüksək səviyyəli elmi tədbirin təşkili Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına və ölkənin elmi potensialının nümayişinə mühüm töhfə verir. Açılış mərasimində çıxış edən yerli və xarici qonaqlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar. Konfrans çərçivəsində sənayedə müasir texnologiyalar və innovasiyalar mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib. Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib. Konfrans müxtəlif mövzulara həsr olunmuş bölmə iclasları ilə 2 gün davam edib. Mayın 7-si və 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında göstərdiyi xüsusi diqqət və qayğının bu gün də öz bəhrəsini verdiyini vurğulayıb. Rektor konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, universitetin qarşısında duran əsas hədəflərdən biri onu elmi tədqiqat müəssisəsinə çevirməkdir. Daha sonra çıxışçılar konfransın gənc tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar. Bölmə iclasları ilə davam edən konfrans mayın 8-də başa çatıb. Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Vyetnamın görkəmli siyasi xadimi, ilk prezidenti Ho Chi Minhin anadan olmasının 135 illiyinə həsr olunmuş Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən memorial otağın açılış mərasimi keçirilib. Tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub. Mərasimdə Energetika naziri Pərviz Şahbazov, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də Ali Təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Çıxışlar zamanı Ho Chi Minhin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca memorial otağın açılışı olub. Memorial otağın ekspozisiyasında Ho Chi Minhin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb. Tədbir çərçivəsində otağa baxış keçirilib. Nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan QS tərəfindən universitetlərin 2026-cı il üzrə reyting sıralaması açıqlanıb. Nəticələri əsasən QS Dünya Universitetləri reytingi 2026-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851-900-cü sıralarda yer alıb. Qeyd edək ki, QS-in 2025-ci il üçün açıqladığı reytingdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1001-1200-cü sıralarda qərarlaşmışdı. Bu ilki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır. Reyting göstəricilərinin təhlili göstərir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti xüsusilə tədrisin keyfiyyətinə görə yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib. İyulun
2025-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Somali Federativ Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan rektor Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illik tarixi tədris prosesi, maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib. Həmçinin universitetin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Görüş zamanı Somalidəki ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları və Azərbaycan universitetləri ilə tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qonaqlar əməkdaşlığın inkişafında maraqlı olduqlarını və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bildiriblər. Sonda xatirə hədiyyələri təqdim edilib. Nümayəndə heyəti universitetin tarix və mineralogiya muzeylərini, həmçinin laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olublar. Avqustun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə Rumıniyanın İyaşi şəhərində süni intellekt və qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində dünyanın aparıcı alimlərinin iştirakı ilə qeyri-səlis məntiq, soft computing və süni intellektin nəzəriyyəsi və tətbiqi üzrə 17-ci beynəlxalq konfrans keçirilib. Dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadənin xatirəsinə həsr olunan konfransın əsas təşkilatçılarından biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədbirdə 47 məruzə ilə təmsil olunub. Universitetin rektoru Dosent Rüfət Əzizov çıxışında konfransın mövzu sahəsinin aktuallığını vurğulayaraq iştirakçılara universitet haqqında ətraflı məlumat verib və iştirakçıları universitetlər arası birgə tədqiqatlara dəvət edib. Qeyd edək ki, konfransa ümumilikdə 9 ali təhsil müəssisəsindən məqalələr təqdim edilib. Bundan əlavə, dünyanın bir çox ölkəsindən 100-ə yaxın elmi məqalə daxil olub. Qəbul olunmuş elmi nəşrlər nüfuzlu Springer nəşriyyatının Lecture Notes in Networks and Systems seriyasında dərc olunacaq və Scopus beynəlxalq elmi bazasında indeksləşdiriləcək. Sentyabrın 26-sında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Avrasiya Universiteti brendingi, kimliyin və qlobal əhatəliliyin tarazlaşdırılması mövzusuna həsr olunmuş Mərkəzi Asiya Rektorlar Klubunun 6-cı görüşü keçirilib. Tədbirin əsas məqsədi Avrasiya Ali Təhsil Məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını araşdırmaq, qlobal təhsil sisteminə inteqrasiya prosesində hər bir universitetin özünə məxsusluğunu qorumağın yollarını müzakirə etmək olub. Görüşdə universitetin rektoru Dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin rəhbərləri və digər xarici elm və təhsil nümayəndələri, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyəti iştirak edib. Tədbiri açıq elan edən universitetin rektoru Dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb. O, universitetlərin brendingi və identiklik məsələlərinin strateji inkişaf üçün vacibliyini vurğulayaraq bildirib ki, rəqəmsal transformasiya və innovativ təhsil metodlarının tətbiqi ilə təhsildə yüksək nəticələr əldə olunmasına imkan yaradır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da çıxışında universitetlərin brend strategiyalarının qlobal təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın ali təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. Tədbir panel müzakirələrlə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan Times Higher Education reytinqinin göstəricilərində son bir ildə 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib. Belə ki, agentliyin 2025-2026-cı il reytinq sıralamasında universitetimiz ötən illə müqayisədə bir sıra istiqamətlərdə yüksək nəticələr göstərib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədqiqat keyfiyyəti göstəricisi üzrə 47% irəliləyərək 10.7-dən 15.7-yə yüksəlib. Eyni zamanda beynəlxalq perspektiv istiqaməti üzrə 33%, sənaye istiqaməti üzrə 22%, tədris göstəricisi üzrə 18% və tədqiqat mühit göstəricisi üzrə 7% artım qeydə alınıb. Qeyd olunan uğurlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bu il beynəlxalq səviyyədə əldə etdiyi nəticələrin bir qismidir.
Oktyabrın 21-22-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Risk 2025 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı keçirilib. İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi, davamlılıq paradigması mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib. Konfransın açılışında universitetin rektoru Dosent Rüfət Əzizov çıxış edərək sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunmasının qlobal əhəmiyyət daşımasından danışıb. Bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsinin mühüm rol oynadığını deyib. Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbul etmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalarda təşkil olunub. 2 gün davam edən konfransda dünyanın müxtəlif ölkələrindən alimlər müxtəlif elmi istiqamətlər üzrə məruzələrlə çıxış ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov və universitetin nümayəndə heyəti Zəfər günü ərəfəsində 44 günlük vətən müharibəsində şəhid olmuş universitet məzunlarının ailələrini ziyarət edib. Görüşlər zamanı rektor Rüfət Əzizov şəhid ailələrinin qayğı və ehtiyacları ilə maraqlanıb. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan danışıb. Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə universitetin rektoru Dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri Fərid Osmanov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Yeni mərkəz tələbələrin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi, startap layihələrinin inkişaf etdirilməsi, həmçinin yeni texnoloji və elmi ideyalarının formalaşdırılması üçün mühüm inkubasiya mühiti rolunu oynayacaq. Mərkəzin yaradılması ölkədə innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nüfuzlu Greenmetric World University Rankings 2025-də əhəmiyyətli irəliləyiş əldə edib. Belə ki, universitetimiz qlobal sıralamada 166 pillə yüksələrək həm yerli, həm də beynəlxalq ali təhsil müəssisələri arasında ən dinamik inkişaf göstərən universitetlərdən biri olub. Agentlik tərəfindən açıqlanan yeni nəticələrə əsasən, universitetimiz 2024-cü illə müqayisədə 2025-ci ildə 6457.5 bal toplayaraq 788-ci sıradan 622-ci yerə yüksəlib. Bu uğur universitetin ətraf mühitə, məsuliyyət resurslarının səmərəli idarə olunması və dayanıqlı akademik inkişaf sahələrində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin göstəricisidir. Dekabrın 9-10-11-də Azərbaycan Dövlət Neft şirkətinin ev sahibliyi ilə aktivlərin bütövlüyü, korroziya və örtüklər konfransı və sərgisi keçirilib. Konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edib. Açılış mərasimində iştirak edən universitetin rektoru Dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb. Konfrans çərçivəsində universitetin rektoru Dosent Rüfət Əzizov hasilat üzrə bütövlüyün idarə edilməsi, neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri mövzusunda təqdimatla çıxış edib. O çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Universitetin rektoru EICC Kaspian 2025-də mükəmməllik mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ilin ən böyük elm hadisəsi NASCO 28 keçirilib. Dekabrın 16-17-sində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların 28-ci Respublika Elmi Konfransı baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Konfransdan əvvəl Fəxri Xiyaban ziyarət edilərək ümumilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub. Məzarları önünə əklil və gül dəstələri qoyulub. Açılış mərasimi dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda salamlama nitqi ilə çıxış edən universitetin rektoru Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO 28-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO 28 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb. Konfransda Elm və Təhsil Naziri Emin Əmirullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir. 2 günlük konfrans öz işini bölmələr üzrə davam etdirib. Bununla da ilin yekun AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edir, yeni nailiyyətlər arzu edirik.